Değerli izləyicilərimiz, Media Inform TV kanalı olaraq çəkiliş qrupu bir neçə vaxtdır regionlarda klinikaların qarşısında, əhali arasında həkimlər barəsində informasiya sorğusu keçirdirik. Nəticədə bəzi həkimlər arasında sevilib seçilən Hipokrat adına sadiq olan həkimlərdən söhbət gedir. Sorğu nəticəsində daha çox müsbət rəylər verilən Sabirabad rayonunun ərazisində fəaliyyət göstərən Muğan klinikasının həkimi oftalmoloq Elmira xanım Zeynalovadan müsahibə götürmək qərarını verdik. Hal-hazırda çəkiliş qrupumuz Muğan klinikasının qarşısındadır. Elmira doktor, müasir protokollara uyğun olaraq eşliyinizə görə göz nahiyəsində əməliyyatlar aparırsınız. Bir çox əməliyyatlarımız uğurla nəticələnir, məlumatımız var. Uğurla başa çatan pasientlərin bir neçəsinin az soyadlarını çəkə bilərsiniz. Əlbəttə, mən 99-cu ildə bitirmişəm Tibb Universitetini. 2002-ci ildən oftalmoloq cərrah kimi fəaliyyətə başlamışam. Məsələn, elə xəstə var ki, anadan gəlmə görmür o. Yəni bu xəstə üçün elə də çətinlik çəkmir. Ətraf mühiti o görmür, gözəllikləri görmür, duymur. Amma bir də var, xəstə görsün, sonradan gözlər tutulsun. Onda xəstə lap stres keçirdir, həyəcan keçirdir. Belə xəstələrdən bəli olub, mirvari suyu əməliyyatı eləmişim, hər iki gözü görmürlər. Məsəl üçün, misal çəkə bilərəm, Qalağayın kənd sakini Qarayev Əbülfəz kişi, hər iki gözü görmürdü, bəli, mirvari suyu var idi. Onu əllə getirdilər bura, müayinə elədi, aşkar olundu ki, hər iki gözündə mirvari suyu. Yəni ki, görməsi demək olar ki, yox idi. Əməliyyatdan sonra əvvəl bir gözünü elədi, gözləri açıldı, çox sevindi xəstə. Yəni ətrafı görən kimi onun bəli, sevincini təsəvvür eləmək mümkün deyil belə sözlə. Sonra ondan əlavə İmişli rayon sakini var idi. Mən iki gözləri tutulan xəstələrimizdən deyirəm ki, onlar mənim xüsusi yadımda qalır. Çünki göz açılandan sonra onların sevinci həddən artıq çox olur. İnşallah kişidir, soyadı yadımda qalmayıb, onun da iki gözü görürdü. Bir gözü açılandan sonra müəyyən bir müddət keçəndən sonra gəldi ikinci gözündə əməliyyat elətdirdi. Hər iki gözü açıldı. Həkim, xəstə sizə göz yetimdən şikayət edərkən ilkin yardım, yəni oftalmoloq mexanizm nədən ibarət olur? Bu barədə nə deyə bilərsiniz? İlkin olaraq xəstə gələndə birinci baxırıq ki, xəstə hansı şikayətlərlə gəlir. Məsəl üçün, xəstə, elə xəstə var ki, deyir ki, gözün görünüsü zəifləyir, elə xəstə var ki, gözdə qaşınma, sulanma, çirklənmə, belə şikayətlərlə gəlir. Əgər xəstə göz zəifliyi şikayəti ilə gəlibsə, ümumiyyətlə, birinci növbədə lazımdır ki, o xəstənin görmə etiliyi yoxlansın, refraksiya çəkilsin, sonra da göz dibi müayinə olunsun. Bunlar əsas şərtdir. Sonra da hansı istiqamətdə müayinə lazımdırsa, o istiqamət seçilir. Həkim, doğru dürüst həkimlər seçə bilməyən insanlarımız da çoxdur. Sizin bu insanları gözləyiniz nə olardı? Yox, mən elə fikirləşmirəm, düşünmürəm. Mənə elə gəlir ki, bütün həkimlər istəyər ki, xəstəsi sağalsın. Ancaq olur ki, məsəl üçün, bizim özümüzdə də olub. Əvvəllər, məsəl üçün, bu qədər aparatlar yox idi. Xəstə müayinə olunurdu, görürdük ki, burada onun müayinəsi tam axıra qədər apara bilmirdi. Ona görə xəstəyə istiqamət verirdi ki, məsəl üçün, haradasa geçsin, müayinəsini davam elətdirsin. İndi bizim klinikada var, əvvəl məsəl üçün göz tomografiyası yoxluğumuz idi. İndi göz kafiyesi var, tomografiya eləmək üçün. Ən çox şəkərli xəstələrdə gözün arxa hissəsi müayinə olunur. Məsəl üçün, xəstədə həm mirvari suyu olur, həm də şəkəri olur. Onda biz xəstəni birinci gözün arxa hissəsini müayinə edirik. Görürük ki, məsəl üçün, gözün arxa hissəsində bir problemi yoxdursa, onun mirvarisi götürülə bilər. Ya bir də görürsən ki, xəstənin şəkərdə gözün arxa hissəsində makulyar ödem var. Orada mirvari götürməyin mənası yoxdur. Çünki mirvari götürülsə də o xəstədə görmə bərpa olunmayacaq. Ona görə birinci biz göndəririk. Göz dibinə görə müalicəsini aparsın, sonra mirvari götürülsün. Bizim media komandası bir neçə aydır rayonlar arasında
informasiya sorğusu keçirdi. Sorğu nəticəsində Zeynalova Elmira Vahid qızı barəsində müsbət fikirlər söylənilir. Buna görə də bizim komanda gəldi, çəkiliş etdi və fəxri diploma layiq görülmüşdür Elmira xanım. İndi fəxri diplomu təqdim edəcək. Uzun illər tibb sahəsində çalışan xalqımıza şərəflə xidmət edərək xəstələrin gözlərinə şəfa verən Respublika səhiyyə sahəsində yüksək keyfiyyətli nümunəvi xidmətlərinə görə həkim Aftalmov Zeynalova Elmira Vahid qızının Medium Forum onlayn televiziyasının rəhbərliyi tərəfindən fəxri diplomla təltif olunur. Təbrik edirəm sizi, işləriniz uğurlu olsun. Çox sağ olun, çox sağ olun. Təbriklər. Çox sağ olun. Uğurlu olsun, siz buna layiqsiniz. Mənə göstərdiyiniz etimada görə sizə təşəkkür edirəm. Özlərim təşəkkür edirəm. Çox sağ olun. Bu savralıda ben de sorulda mən də iştirak etdim. Doğrudan da Elmira xanım sizin haqqında çox xoş sözlər dedilər. Bir xanım kimi, bir doktor kimi. Sizin şəfalı əlləriniz misiləcə insanlara nur verir. Çox razılıq verirəm. Bəylər müəllim də belə bir qərara gəldik ki, sizin bu zəhmətinizi qiymətləndirsin, bu fərqli fərqli. Mən də sizi təbrik edirəm. Arzu edirəm ki, uğurlarınız olsun, daimi xalqımızın Çox sağ olun. Bizim istədiyimiz odur ki, xəstə bizdən razı qalsın. Xəstənin şikayətləri, nə ki şikayətlər var, onları aradan qaldırır. Evet, xəstələrlə bir söhbət deyildi. Ən gözəllik buradadır ki, elə bir insanlar sizi həm bacı kimi, həm ana kimi, həm gözəl bir həkim kimi. Bu çox təqdirə layiq. Çünki bütün xəstələrə mən öz doğma adamım kimi yaxınlaşıram. Yəni ki, mən fikirləşmirəm, xəstə kimi mən onları qəbul eləmirəm, həqiqi sözümdə. Mən onları bir yaxın adam kimi qəbul edirəm. Fikirləşirəm ki, elə bir mənim, məsəl üçün, müayinə elədiyim adam atamdır, ya anamdır. Mən atama, anama necə münasibət bəsləyərəm, onlara da həmin münasibəti bəsləyərəm. Biz, demək, 99-cu ildə qaçqınlar düşərgəsi yaranmışdı burada Qalavayında. Oradan biz çadırlara gedirdik, çadırlarda müayinələr aparırdıq xəstələrə. Yəni, bizim çətin vaxtlarımız olub, yəni Azərbaycanın da çətin vaxtları olub. Şükür, onlar hamısı keçib gedib, şükür. Yəni ki, başda prezidentimiz olmaqla bütün bu məsələlər aradan qaldırıldı, Qarabağ məsələsi həll oldu, min şükür. Allah bir də bizə o işləri göstərməsin. Müharibə ilə bizi, bizim dövlətimizi imtihana çəkməsin. Müharibə şəhid deməkdir, müharibə qan deməkdir. Yəni Allaha çox şükür ki, zəfər qazandı. Yəni Allah qazilərimizdən canı sağlasın. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, məzarları cənnət olsun. Şəhid ailələrinə bizdə tam pulsuz müayinə deyil. Yəni ki, biz nə eləyək, onların borcundan çıxa bilmərik, şəhidlərin. Elə onların ataların, anaların ki, onlar ki, qəbul edirik, biz onların heç vaxt borcundan çıxamayıq. Yenə də çox sağ olun, doktor.